Daşı daş üstündə qalmayan, dağıdılan, talan edilən, viran qalan Kəlbəcərdir bura. Kəlbəcəri qarış-qarış gəzib gördükləri lenti alıb paylaşmaq qədər o görüntüləri çəkən zaman keçirilən hisslərin də izahı çətindir. Əgər kamera arxasındakı Kəlbəcərlidirsə, bu başqa bir ağrıdır. Zaur Ələsgərov Kəlbəcərdə doğulub. 17 yaşında isə doğma el obasından didərgin düşüb. Deyir, müxtəlif çəkilişlərin müəllifi olsam da, öz yurdumun görüntülərini lentə almaq mənim ən şərəfli və ən çətin işim olub. Azad olandan sonra orası səfərlərimiz başladı. Səfərlərdə başladım o xarabalıqları çəkim, dünyaya göstərim, erməni vandalizmini dünyaya göstərim, dünya görsün bu vandalizmdən. Tək bütün Kəlbəcərlər bilir, mən tək öz evimizi çəkməmişəm. Çünki evimiz yoxdur yerində. Ona görə çalışmışam Kəlbəcərin bütün xarabalıqlarını, bütün kətlərini, haradakı ermənilər, onsuz da bir salamat yer qoymuyorlar onlar. Onların gördükləri o vandalizmləri çəkib dünyaya çatdırmaqdan bu işləri görmüşəm. Demək olar ki, bütün Kəlbəcəri gəzən müsahibimin olduqca maraqlı xatirələri var. O, həm də qısa zamanda görülən quruculuq işlərində görüntülüyüb. Demək olar ki, bir 80-90% Kəlbəcərlilərdir. Onlar baxırlar. Mən harada görürlər, deyirlər ki, sən Kəlbəcərin arxivsən. Belə çalışmışam Kəlbəcər yaddan çıxmasın, Kəlbəcərlərin yaddan çıxmasın, gənc nəslin yaddan çıxmasın. Kəlbəcərin gözəlliklərini çatdırmışam. Göstərmişəm ki, bizim Kəlbəcərin necə gözəl yer olduğunu gənc nəsil valideynlərin danışıqlarından eşidirlər, bilirlər, ancaq gözlərlə görmürlər. Gördüyü, çəkib topladığı bütün məlumatları, materialları öz videolarında YouTube platforması üzərində paylaşır. Zaur Ələsgərov paylaşımlarını digər dillərə tərcümə etməyi də planlaşdırır. Məqsədi isə doğma vətənini dünyaya tanıtmaqdır. Nilüfər Səlim, Ramil Qoca, Tele Səhər.